Sırada sizə bir sujet təqdim edəcəyik. Bakıda sakinlərin arzusu binaya qaz çəkilməsidir. Yasamaldan söhbət gedir. Mikayıl Müşfiq küçəsində bir qrup sakin deyir ki, binaya qaz çəkilmir, bina təzədir, binaya qaz verməyiblər. Ona görə də məcbur həyətdə ocaq qalayıblar, tonqa qalayıblar. Yeni il ərəfəsində bu həyətdə bəli, Novruz ab-havası var. Gəlin baxaq görək bu sakinlər nədən şikayətçidir və onların problemi nə vaxt həll olunacaq? Yasamal rayonunun Mikayıl Müşfiq küçəsi 1 ünvanda yerləşən çoxmərtəbəli binadan mənzil almış bir qrup sakin binanın inşa prosesindəki bəzi problemlər və Olimpius MTK tərəfindən təqdim olunan xidmətlərlə bağlı ciddi narazılıqlarını dilə gətiriblər. Hazırda biz Novruz bayramının hansısa çərşənbə axşamını qeyd etmirik. Burada yaşayan sakinlər ARB TV-yə müraciət edərək bildiriblər ki, binada qaz sistemi olmadığına görə axşam saatlarında tonqal qalayaraq tonqal ətrafında qızınırlar. Eyni zamanda da binada olan işıq xətlərində də problem var. Hansı ki, bir müddət bundan əvvəl işıq xətlərində qısa qapanma da baş vermişdi. Mövcud problemlə bağlı şirkətə müraciət eləmişik. Yəni yola verirlər, sabah deyirlər, heç bir nəticə yoxdur. 2 ildir bu problemi yaşayırıq. Bunlar bizə binanı 11-ci premium layihə kimi satıblar. Biz də ona aldanmışıq. İşıq kabeli yandı və onu təzədən indi yeni gətirmədilər, yenisini qoymalılar, o yoxdur hələ. Dediyim kimi işıq sayğaclarımız yoxdur. Baxmayaraq ki, biz həmin o sayğaclara görə, 3 sayğaca görə bizdən qeyri-qanuni 1000 manat pul alıblar. Şəraitsiz vəziyyətdə uşaqlar soyuq olur. Qonşular qeyd edib, yəni ki, 2-2 atırlar yorğanın üstlərinə, uşaqların örtürlər ki, soyuq olmasın. Çox bərbad vəziyyətdir. Gün-gündən hadisələr baş verir, qısa qapanmalar baş verir. Hansısa yəni məsuliyyətsiz ucbatından kimlərinsə həyatı bahasına baha baş gəlir bu. Çəkilib durublar qıraqda, yəni ki, deyirlər, nə istəyirsiniz, gedin özünüz eləyin, bizlik deyil, yəni belə iş getməz yəni. 2021-ci ildə burada mənzil almışam mən, sentyabr ayında. Bizə o vaxt alanda dedilər 2023-ə bitəcək, yəni plan belə idi. Amma gördüyünüz kimi 2025 bitir, amma hələ də burada yaşayanlası bir şərait yoxdur, işlər yarımçıqdır. Açıq gördüyünüz kimi qonşular burada 20 nəfər ailə yaşayır. Qaz yoxdur, tonqal da sinməyə çalışırlar. Məsələyə aydınlıq gətirmək üçün Olimpius MTK ilə əlaqə saxladıq. Bizə bildirildi ki, günlərim kabel gəlib ora, təzə top şəklində gəlib, o bu həftə ərzində dəyişirilib, təzələnir. Haradakı o partlayış olmuşdu. Ayın 15-nə kimi də qaz gələcək. Çünki günlərim yenə gəlib qaz dairəsi, atmosferi qurublar, havanı qurublar ki, harada sızıntı var, harada nəsə varsa onunla bağlı. Ayın 15-nə kimi qaz veriləcək. Sakinlərin yaşadığı çətinliklərə baxmayaraq, Olimpius MTK problemi həll etmək üçün işlərə davam edir. Şirkət bildirir ki, qaz və işıq məsələləri yaxın zamanda, yəni dekabrın 15-dək həll olunacaq. Sakinlərə isə bir qədər də gözləmək qalır. Gözləmək deyəndə nəyə gözləsin ki? Qış rejimi noyabrın 15-i deyil, dekabrın 15-i deyil. Çöldəki havadan xəbəriniz var. Gedin yatın da çöldə görüm yata bilirsiniz. Tonqal qalayın ətrafında yatın görüm yata bilirsiniz. Ya da üstünüzə 2 yorğan atın evinizdə. İşıqdan, elektrik istiliklərindən də istifadə eləməyin, avadanlıqlarından da istifadə eləməyin, mavi yanacaqdan da istifadə eləməyin, kombini filan hər şeyi söndürün, yatın özünüz evdə bir gecə ki, 2 yorğanın altında hətta. İsinir canınız. Ayıb deyil. 2021-ci ildən adam ev alıb orada. 2021-ci ildən ev alıb. Hələ deyir dekabrın 15-ini gözləsinlər. Niyə gözləyim? Gözüm aydın. Pulumu verib, buna görə pul verib cəmaat. Cəmaat ağzından, burnundan kəsib ev alıb. Bilmirsiniz ki, ölkədə qış rejimində nə vaxt keçirilir? Hələ noyabrın 15-i dövlət istixanaları da belə deyək, qış rejiminə keçir. Oktyabrdan filan evimizdə istilik yandırırıq. Evdə uşaq varsa, xəstə varsa, yaşlı varsa. Cəmaat köçə bilmir. Məcburiyyətdən heç o evləri öz aldığı, halal pulu ilə aldığı evində köçə bilmir. Siz bilirsiniz o evlərin pulunun əmələ gəlməsi üçün cəmaat nə zülüm çəkir? Ağzından, burnundan kəsir ki, bir daxması olsun. Alandan sonra da dərd tapır. O sayğaclara görə 1000 manat yığıblar bizdən. Hanı ortada nə var? Utanmasan nə var ki oynamağa? 2021-ci ildən ev alıblar. Bunlara söz veriblər ki, 2023-də həll olunacaq. 2025 deyil. Hələ deyir dekabrın 15-ini gözləsinlər. Biz xahiş edirik, həm aidiyyatı qurumlara müraciət edirik, dövlət qurumlarına, həm şirkətin rəhbərliyinə müraciət edirik ki, bu məsələni tezləşdirin. Bizim sizlə heç bir ədavətimiz məhkəmələr də bu məsələlərdə vətəndaşlar getsin məhkəməyə müraciət eləsin. Qardaş, neçənci il deyib, 2023 deməyib, il olub 2025, mənim hələ qazım yox, işığım yox. Təzminatını zəhmət kəsin, şirkət ödəsin.
Mən niyə cibimdən elektrikə görə əlavə pul ödəməliyəm? Ev qızınır deyə. Biabırçılıqdır, Allah and olsun. Və bir ikisini belə təzminat Özü də bilsən davalarında nədir? uduzdursalar deyil, qanunla deyirəm ki, bu mexanizmi elə işlətmək lazımdır ki, zəhmət çəksinlər, verdikləri sözə əməl eləsinlər. Katlavandan ev satırlar, hələ ev tikilməyib, nəzərdə tutulub. Camaatın pulunu alıb yığırlar, bu ilin, nə bilim, neçənci ildə təhvil veriləcək deyirlər, üstündən 3-4 il keçir, hələ də orada təmir işi gedir, nə bilim, işıq düzəldirlər, qaz düzəldirlər. 2025-ci ildə adamlar həyətdə tonqal qalıyıb otururlar. Belə şey olar, belə biabırçılıq olar. Baha evləri Bax, o görüntünün özü bir məsuliyyət görüntüsüdür. Bax, o görüntüyə görə sırf onları məhkəməyə cəlb eləmək lazımdır. Sən bu cəmaatın başına nə oyun açırsan? Ümid edirik ki, bu məsələni diqqətdə saxlayacağıq. Şirkətdən xahiş edirik ki, bura qədər elədiyiniz bəsdir da. Cəmaatın yaşaması üçün Mən əsəbimdən ölürəm. Gör, onlar nə çəkir.